Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şrahli sadri ve yessir li emri ve hlul ugdeten min lisani yefkahu kavli. Allahumma allimna ma yenfa'una ve enfa'na bima allamtana ve zidna ilme ve ba'd. Əziz müsəlmanlar, sual-cavab rubrikamıza davam edirik. Sosial şəbəkə üzərindən bizə yönlənilən sualları bu həftədə inşallah cavablandıracaq. Birinci sualda deyir ki, dəstəmazsız əzan vermək olarmı? Cavab odur ki, dəstəmaz hansı ibadətlər üçün şərtdirsə, bu şəriətimizdə varid olub. Bunlar da namaz qılmaq üçündür, Kəbəni tavaf etmək üçündür və Quran oxumaq, Mushafdan Quran oxumaq üçündür. Bundan başqa digər ibadətlər üçün dəstəmazlı olmaq şərt deyil. Məsələn, əzan vermək üçün dəstəmaz şərt deyil. Yəni, buna hər hansı bir dəlil yoxdur. Və digər iqamə vermək üçün. Düzdür, iqamə verildikdən sonra insan artıq namaza başlayır deyə artıq o anda dəstəmazlı olması lazımdır. Lakin əzanın oxumasının üçün və yaxud iqaməni mücərrəd oxumaq üçün insanın dəstəmazlı olması şərt deyil. Düzünü Allah bilir. Həmçinin sualın davamında soruşur ki, namaz qəzaya qalarsa, məsələn, sübh namazı, evdə cəmaat da qəza qılınır, yoxsa tək-tək qılınır? Cavab odur ki, Rasulullah sallallahu aleyhi və səlləm səfərdə olarkən, səfərdə bir dəfə sahabələrlə birlikdə sabah namazına yatıb qalırlar. Qalıqdıqdan sonra Rasulullah sallallahu aleyhi və səlləm olduqları yeri tərk etdirir. Başqa yerə köçəndən sonra əzan və iqamə oxuturaraq cəmaat şəklində sabah namazını qəza edirlər. Bu da dəlildir ki, insan əgər yatıb qalarsa ailə üzvlərlə birlikdə, o zaman cəmaat namazını da, fərz namazını da cəmaat şəklində qəza edə bilər. Düzünü Allah bilir. Növbəti sualda soruşur ki, fərz namazına nafilə niyyəti ilə qoşulmaq olar. Cavab odur ki, fərz namazına nafilə ilə qoşulmaq barədə dəlil varid olmuşdur. O da Əbu Bakra radiyallahu anhunun hədisidir ki, sahabələrdən biri Peyğəmbər sallallahu aleyhi və səlləm məsciddə namazı qıldıqdan sonra sahabələrlə oturarkən, sahabələrdən biri məscidə daxil olur, cəmaat namazına yetişmir və fərz namazını bir məscidin bir tərəfində qılmağa başlayanda Rasulullah sallallahu aleyhi və səlləm deyir ki, sizdən kim qardaşına sədəqə verər? Və sahabələrdən biri qalxır, həmin sahabəyə qoşulur, nafilə niyyəti ilə, həmin sahabəyə cəmaat namazının savabı yazılsın deyə. Və Rasulullah sallallahu aleyhi ve sellem bu əməli o insana sədəqə vermək adlandırır. Yəni, bu da göstərir ki, bu icazəlidir. Yəni, insan fərzi qılanın arxasında nafilə niyyəti ilə qoşula bildiyi kimi, eyni zamanda bir imam da nafilə niyyəti ilə insanlara fərzi qıldıra bilər. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin sahabələrindən Muaz radiyallahu anhu Rasulullah sallallahu aleyhi və səlləmlə işə namazını qılardı. Sonra öz qövmünə qayıtdıqdan sonra nafilə niyyət ilə namaza durardı. Onlar da onun arxasında işə namazını qılardılar. Düzünü Allah bilir. Növbəti sualda soruşur ki, dərman firmalarında işləmək və ya bu işdə ortaq olmaq nə dərəcədə düzgündür? Qeyd edim ki, bəzi dərman firmalarında həkimlərə müəyyən dərmanları yazmaları üçün pul və ya başqa qiymətli hədiyyələr verilir. Qiymətlər süni şəkildə artırılır. Halbuki dərmanın daha ucuz alternativi olur. Xəstələrə bahalı dərmanlar yazılır və bu dərman olmasa mümkün deyil kimi həqiqətə uyğun olmayan məlumatlar verilir. Həm firmalar, həm də bəzi həkimlər bu kimi hallarda düzgün olmayan davranışlar sərgiləyirlər. Belə bir işdən pul qazanmaq və ya bu işdə ortaq olmaq nə dərəcədə düzgündür? Cavab odur ki, bu sualda iki ayrı-ayrı sual var. Birincisi, ümumi olaraq dərman firmalarında işləmək və ya onlarda ortaq olmaq. Biz deyirik ki, əgər hər hansı bir dərman firmasında haramlıq yoxdursa, haram qaydalardan, haram əməllərdən uzaqdırsa, orada işləmək olar. Bu, ümumi əsl olaraqdır. Lakin sualın ikinci hissəsində verilən izahdan görünür ki, bu kimi işlərdə işləmək icazəli deyil, haramdır. Çünki burada
aldatmaq var, insanları aldatmaq var. Rasulullah sallallahu aleyhi və səlləm hədisdə buyurur ki, mən qaşşənə fəleysə minnə, bizi aldadan bizdən deyil. Əgər sualda deyildiyi kimidirsə və bu aldatma yolu ilə onlar irəli gedirlərsə və insanları bu şəkildə aldadırlarsa, istər həkimlərlə əlbir olaraq, istər dərman firmalarının özləri ayrıca və onlarla işləmək də olmaz, o haramlara da, o günahlara da ortaq olmaq olmaz. Düzünü Allah bilir. Növbəti sualda soruşur ki, uşağın əqiqini atası yox, ata-babası kəsə bilər, bir yerdə yaşayırlar. Cavab odur ki, əgər ata buna icazə verirsə, ataya deyilərək bu edilirsə, ata, yəni babası öz oğluna deyir ki, sənin uşağının əqiqini mən kəsmək istəyirəm və ona xəbər edərək bunu edirsə, burada heç bir problem yoxdur. Lakin ata desə ki, xeyr, mən savabı özüm qazanmaq istəyirəm, yəni istəyirəm ki, uşağımın əqiqini özüm kəsəm, onun mütləq nədir? Onun özünə deyilməsi lazımdır. Çünki o uşağa cavabdeh olan o atadır, həmçinin uşaq onun himayəsindədir. Ona görə onun əqiqi də onun üzərinə düşür. Lakin baba və ya başqa yaxın qohum onun icazəsi ilə əqiqi kəsə bilər. Düzünü Allah bilir. Növbəti sualda sual verir ki, düşüncələrimizi sual vermə, analiz etmə, hiss etmə, qərar vermə kimi şeyləri maddi bədənimiz, orqanlarımız yaradırsa, burada ruhun varlığına necə inanaq? Cavab odur ki, biz hardan bilirik ki, bu düşüncələri sual vermə, analiz etmə, bu hiss etmə, bu kimi şeyləri yaradan maddi bədənimizdir. Buna hardan qərar verdik? Burada ruhun rolu olmadığını hardan bildik? Bu ruh məsələsi qeybi məsələdir. Allah Azze və Cəllə Quran-ı Kərimdə öz Rasuluna xitab edərək buyurur ki, Yəsəlunəkə anir-ruh, səndən ruh barədə soruşsalar, səndən ruh barədə soruşurlar. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləmə ruh barədə sual verdilər. Allah Azze və Cəllə deyir ki, onlara o Rəbbimin işindəndir. Və bu barədə sizə çox az bir elm verilmişdir. Yəni ruh barədə insanlara çox cüzi bir məlumatlar verilib. İnsanlar bu qeybi məsələlərə ağlı ilə daxil ola bilməzlər. Lakin ruhun varlığının isbatı üçün bunun üçün həm Quran dəlildir, həm Peyğəmbər sallallahu aleyhi və səlləmin mütəvatir hədisləri dəlildir, həm də ağılla insan məsələn gecə vaxtı məsələn deyir ki, yatağında yatır, lakin yuxuda görür ki, bədənindən çıxıb gəzir, falan yerə getdi, falan yerləri gəzdi, gəldi. Bunları edən bəllidir ki, insanın ruhudur. Yəni yuxuda onun o şəkildə gəzməsini görməsi onun ruhudur. Yəni bu vaqiə də buna, reallıq da buna bir dəlildir. Düzünü Allah bilir. Növbəti sualda gəlir ki, hal-hazırda gənc nəsil ailə qurmaq istəmir və bu məsələdə Avropa mədəniyyətinə üz tutur. Daha çox karyera, iş həyatı və azad yaşamaq arzusu ilə yaşayırlar. Və gördüklərimə əsasən deyə bilərəm ki, çoxluq bu yolda xeyir tapmır. Təəssüf ki, bunu dəstəkləyənlər arasında müsəlman ailələr də var. Bu barədə sizin nəsiyyətinizi eşitmək istərdik. Cavab odur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm hədisində buyurur ki, ey gənclər nəsli, sizdən gücü çatan evlənsin. Sizdən gücü çatan evlənsin. Və bu Allah Azze və Cəllənin də Quran-ı Kərimdə əmridir. Allah Azze və Cəllə Quran-ı Kərimdə buyurur ki, فَانْكِحُوا مَا طَابَ لَكُمْ مِنَ النِّسَاءِ مَثْنَى وَثُلَاثَ وَرُبَاعَ فَإِنْ خِفْتُمْ فَوَاحِدَةً أَوْ مَا مَلَكَتْ أَيْمَانُكُمْ. Xoşunuza gələn qadınlardan 2, 3 və 4 ilə evlənin. Əgər ədalətli olmaqdan qorxacaqsınızsa, o zaman biri ilə kifayətlənin, yaxud da əlinizin altında olanlarla yetərlənin. Allah Azze və Cəllənin əmridir. Həmçinin Allah Azze və Cəllə nəinki insanlara, hətta kölələri belə evləndirməyi əmridir. وَأَنْكِحُوا الْأَيَامَ مِنْكُمْ وَالصَّالِحِينَ مِنْ عِبَادِكُمْ. Əlinizin altında olan cariyələri və salih kölələrinizi evləndirin. Allah Azze və Cəllə əmr edir. Əgər bu kölənin belə bir haqqı varsa, azad bir insan necə belə bir haqdan imtina edə bilər? Həmçinin Rasulullah sallallahu aleyhi və səlləm hədisində buyurur ki, təzəvvəcül vəludul vədud fə inni mükəsirun bikum yevməl qiyamə əl-uməm. Ərlərini sevən və çoxlu uşaq dünyaya gətirən qadınlarla evlənin. Çünki mən qiyamət günü sizin çoxluğunuzla öyünəcəm. Dünya həyatı, karyera, iş və s. bunlar insanın əlinə gəlməsi üçün əsas səbəblərdən biri insanın evlənməsidir. Çünki Allah Azze və Cəllə buyurur ki,
Əgər onlar fəqir olsalar, Allah öz fəziləti ilə onları varlandıracaqdır. Yəni evlənməyə gücü çatmayanlar. Əslində evlənmək ruzinin artmasına səbəbdir. Ruzinin çoxalmasına səbəbdir. Amma insan müəyyən bir dövr keçdikdən sonra evlənmədisə, sonra o peşmançılıq ona fayda verməyəcək. Onun nə karyerası, nə onun işi, nə qazandığı milyonlar ona ailə xoşbəxtliyi, ona səadət verməyəcək. Hansı ki, o səadəti yalnız ailədə əldə edə bilir. Evlənməklə övlad sahibləri, salih övladlar sahibi olmaqla əldə edir. Həmçinin insan özündən sonra, axirətini düşünərək, özündən sonra gözəl miras buraxmağa çalışmalıdır. Və ən gözəl mirasdan biri insanın özündən sonra buraxdığı salih övladlardır. Və Rasulullah s.a.v. daima gənclər toplumu buna həvəsləndirib, evlənməyə həvəsləndirib. Və bilmək lazımdır ki, kafirlərə bənzəməkdə, onlara oxşamaqda, onların yolunu getməkdə heç bir xeyir yoxdur. Zaten onların özləri bugünkü günü o gətirdikləri dırnaq arası o dəyərlərdən artıq beziblər. Özlərinin nəsillərinin tükənməsindən qorxurlar. Və bunu da artıq özləri elə bir bəlaya düçar olublar ki, o bəlanın qarşısını heç cürə ala bilmirlər. Çünki insanlar evlənmək istəmir. İnsanlar və bu da ölkədə demografik vəziyyətin dəyişməsinə səbəb olur. İnsanların sayının azalmasına səbəb olur. Və onlar artıq bundan şikayətçidirlər. Və onların yerinə elhamdülillah o ölkələrdə müsəlmanlar tuturlar. Və müsəlmanların sayı sürətlə o ölkələrdə artır. Əgər hər hansı bir artım da varsa, müsəlmanların hesabına olur. Və biz də deyirik ki, müsəlman qardaş və bacılarımıza deyirik ki, sizin üçün nümunəvi şəxs Muhammed sallallahu aleyhi və səlləmdir. Sizin üçün nümunəvi insanlar Peyğəmbər sallallahu aleyhi və səlləmin səhabələridir. Öz dəyərlərindən xəbərsiz olan kafirlər deyil. Müsəlman özünü xeyirli insanlara bənzətməlidir. Növbəti sualda soruşur ki, kişiyə uzanan qaşı kəsmək icazəlidirmi? Gözəllik üçün yox, sırf narahatçılıq yaratdığı üçün. Əgər qaşdan hər hansı bir tük əziyyət verərsə, həmin tükü kəsməkdə bir problem yoxdur. Yəni, gözəlləşdirmək üçün, qaşını gözəlləşdirmək üçün deyil, əziyyət verdiyi üçün, bəli, hər hansı bir tükü kəsə bilər, düzünü Allah bilir. Növbəti sualda soruşur ki, tağutla bağlı sualım var. Birincisi, rəhbər tağut sayılırmı? İkincisi, Maidə surəsi 44, 45, 47, 48 ki, Allahın hökmü ilə hökm verməyənlər kafirlərdir ayələri və həmçinin Yunus surəsi 40, 57, Şura 10, isə 58, 59. Bu ayələr barədə biz birinci deyirik ki, bu barədə təbii ki, geniş dərsləri dinləməyə ehtiyacınız var və elmi də doğru mənbələrdən götürün. Mötəbər elm tələbələrini dinləyərək bu məsələləri öyrənin. Və bu arada elhamdülillah bizim dərslərimiz var. Kanalımızda 3 əsasın şərhində bu məsələdən danışmışıq elhamdülillah və digər təkfir mövzularında bu məsələlərə toxunmuşuq. Və bu məsələləri ətraflı şəkildə dinləyə bilərsiniz. O ki, qaldı tağut. Tağut ümumiyyətlə nə deməkdir? Tağut əhl-i sünnənin tərifinə görə kim ibadətdə, itayətdə və tabiçilikdə həddini aşarsa, o tağut həddi aşmaq deməkdir. Buna tağut deyilir. Və kimcə özünə ibadətə çağırarsa, yaxud ona ibadət edildiyi halda o ona razı olarsa, onun razılığı şərtdir. O nədir? Tağut sayılır. Lakin bugünkü günümüzdə təkfirçilər tağut kəlməsini dedikdə gözlərinin qarşısına yalnız hakim, rəhbər gəlir. Başlayırlar ki, Allahın hökmü ilə hökm vermədiklərinə görə onlar tağutlardır. Allahın hökmü ilə hökm verməmək məsələsində bu məsələ Quranda, yəni sünnədə gəlməyib ki, bu ayə sırf hakimlərə aiddir, rəhbərlərə aiddir deyə belə bir ayə yoxdur. Bu hər bir müsəlmana aiddir. Hər bir müsəlman Allahın hökmü ilə hökm verməlidir. Bir qadın evdə övladlar arasında hökm verməzsə, Allahın hökmü ilə övladların arasında ədaləti sağlamazsa, Allahın hökmü ilə hökm verməmiş sayılır. Bir kişi zövcələri arasında adil davranmazsa, Allahın hökmü ilə hökm verməmiş sayılır. İşdə bir müdür, işçilər arasında ədalətli olmazsa, Allahın hökmü ilə hökm verməmiş sayılır. Niyə biz bunu yalnız rəhbərlə xüsusiləşdiririk?
Bunun dəlili nədir? Nəyə əsasən bunu edirlər? O ki qaldı ayələrə. Maidə surasında Allah Azza və Cəllə 44-cü ayədə buyurur ki: "Və men lem yahkum bima enzelallah fe ulaika humul kafirun." 45-də deyir ki: "Və men lem yahkum bima enzelallah fe ulaika humuz zalimun." 47-də buyurur ki: "Və men lem yahkum bima enzelallah fe ulaika humul fasiqun." Birincidə buyurur ki, Allahın hökmü ilə hökm verməyənlər kafirlərdir. İkincidə Allahın hökmü ilə hökm verməyənlər zalimlərdir. Üçüncüdə Allahın hökmü ilə hökm verməyənlər fasiqlərdir. Bu ayələrin təfsirində Əhlüsün alimləri Quranın tərcümanı, Peyğəmbər sallallahu aleyhi və səlləmin tələbəsi, onun əmsi oğlu olan İbn Abbas radiyallahu anhümanın sözünü əsas olaraq götürürlər. İbn Abbas radiyallahu anhümə, hansı ki, təfsiri Rasulullah sallallahu aleyhi və səlləmdən və onun sahabələrindən öyrənmiş o xeyirli sahabə buyurur ki, o sahabədir ki, İbn Abbas Peyğəmbər sallallahu aleyhi və səlləm Allaha dua etmiş ki, Allahım ona Quranın təfsirini öyrət. O sahabə deyir ki, o sizin başa düşdüyünüz küfür deyil. Dindən çıxaran küfür deyil. O, kufrun duna kufur, yəni kiçik küfürdür, həmçin kiçik zülümdür və kiçik fasiklikdir. Yəni bunlar heç biri dindən çıxaran əməl deyil. Və əhlüsün alimləri deyir ki, əgər insan Allahın hökmü ilə mücərrəd havasına görə, nəfsinə görə hökm verərsə, o, onu dindən çıxarmır, bu böyük günahlardandır. Lakin halal görərsə, halallaşdırarsa, o zaman onu dindən çıxarır. Və halal görməyin də yeri qəlbdir. Və biz də bir insan bu halal görür deyə, belə edir deyə ittiham edə bilmərik. Çünki heç kəsin qəlbinə hakim deyilik. O ki qaldı sualın davamında Yunus surəsinin 40-cı ayəsində Allah təala buyurur ki: "Və minhum men yu'minu bihi və minhum men la yu'minu bih. Və rabbuka a'lamu bil mufsidin." Allah Azza və Cəllə buyurur ki, onlardan bəziləri ona iman gətirdi və bəziləri iman gətirmədi. Və Rəbbin fəsad əhlini daha yaxşı biləndir. Bu ayənin hakimlərə nə əlaqəsi var? Və insanların bəzisi iman gətirib və bəzisi iman gətirməyib. İnsanlar var Allahın ayələrinə iman gətirir, İslamı qəbul edir, insanlar var qəbul etmir. Və bu ayənin hakimlərlə xüsusiləşdirməyə nə əlaqəsi var? Həmçinin sonraki ayədə soruşur ki, Ən'am 57-ci ayədə Allah təala buyurur ki, "İnil hukmu illə lillah." Hökm yalnız Allahındır. Buna heç kəs şəkk etmir. Hökm Allahındır. Lakin Allah Azza və Cəllə hökmlərin sahibi, hər şeyin sahibi Allah Azza və Cəllə bəzi hallarda hakim təyin eləməyi bizə əmr etmişdir. Necə ki, Allah Azza və Cəllə bir ehramda olan ov edərsə, Allah Azza və Cəllə bizə Quranda deyir ki, sizdən 2 nəfər hakimlik etsin, hökm versin. O ovun mislində hansı heyvan var deyə ona 2 adil insan hökm versin. Həmçinin ər-arvad arasında ixtilaf olarsa, bir nəfər qadın tərəfdən, bir nəfər kişi tərəfdən gəlib hakimlik etsin. Allah Azza və Cəllə hakim təyin etməyi, Allahdan başqasını hakim etməyi Quran-ı Kərimdə özü əmr edir. İndi nə oldu? Bunu necə başa düşək? Sizin başa düşdüyünüz kimi deyir, onlara deyir ki, sizin başa düşdüyünüz kimi yanaşsaq, onda Quranda ziddiyyətlə yanaşmış olacaqsınız. Amma haşa, Quranda heç bir ziddiyyət yoxdur. Allah Azza və Cəllənin kəlamı ən doğru kəlamdır. Orada heç bir ziddiyyət heç kəs tapa bilməz, nə də bugünə qədər tapa bilməyiblər. Deməli, hökm Allahındır. Odur ki, Allahın qoyduğu hökmlərlə biz yaşamalıyıq. İstər fərdi həyatımızda, istər ailəmizdə, istər toplumumuzda, istər ölkə səviyyəsində. Bu da bizdən tələb olunan. O demək deyil, hökm Allahındır, deməli, hakimlər kafirdir. Xeyr, bunu hardan çıxartdın? Həmçinin ondan sonraki ayədə, Şura 10-cu ayədə Allah Azza və Cəllə buyurur ki, وَمَا اخْتَلَفْتُمْ فِيهِ مِنْ شَيْءٍ فَحُكْمُهُ إِلَى اللّٰهِ. Nə barədə ixtilaf edərsinizsə, onun hökmü Allaha qayıdır. Bəli, hər məsələnin hökmünü Allaha və Rasuluna qaytarmamız lazımdır. Şəriətə qaytarmamız lazımdır. Nəfsimizlə hökm verməmək lazımdır. Bunun hakimlərlə, rəhbərlərlə nə əlaqəsi var? Bu bizə xitabdır. Biz bugünkü günü dinimizi bu şəkildə yaşamırıq. Yeri gələndə qohumdan, əqrabadan, qonşulardan utanırıq. Allahın bəzi hökmlərinə sayğısızlıq edirik. Bəzən olur ki, haram məclisdə, kişi-qadın məclislərində bərabər otururuq. Bəzən olur ki, içki məclislərində otururuq. Və bu Allahın hökmü o zaman niyə yadımıza düşmür? Allahın hökmünlə sən onlarda otura bilməzsən. İnsanlar nə deyər deyə Allahın hökmünü çeynəyəndə bu ayələr yadımıza düşmür. Nə zaman yadımıza düşür? Hakimlərdən söhbət edəndə bu ayələr yadımıza düşür.
Həmçinin sonra Nisa 58-59-u gətirir ki, Allah Azze və Cəllə buyurur ki, İnna Allah ya'murukum an tu'addul emanati ilə əhliha və izə hakamtum bin nas an tahkumu bil adl. Allah Azze və Cəllə buyurur ki, Allah sizə əmr edir ki, əmanətləri öz sahiblərinə qaytarasınız və insanlar arasında hökm verdiyiniz zaman ədalətlə hökm verəsiniz. Bəli, bu Allahın hökmüdür. İnsan hökmündə hökm verdiyi zaman ədalətlə hökm verməlidir. Həmçinin bu ayə də öncəki ayəni təfsir edir. Hökm Allahındır, o demək deyil ki, Allahdan başqası kimsə hökm verə bilməz. İnsan da hakim ola bilər. Lakin insanın verdiyi hökm Allahın hökmlərindən kənara çıxmamalıdır. Allahın hökmləri çərçivəsində hökm verməlidir. Ondan sonraki ayədə buyurur ki, Ya eyyuhellezine amenu atiyallahu ve atiyur rasule ve ulul emri minkum. Ey iman gətirənlər, Allaha itaat edin, Rəsuluna itaat edin və özünüzdən olan əmir sahibləri, başçılarınıza. Başçıların itayəti Allah və Rəsulunun itayətinə bağlıdır. Allah Azze və Cəllə onlara da şəriət çərçivəsində itaat etməyi, eşitib onlara itaat etməyi bizlərə əmr etmişdir. Qısaca olaraq biz o insanlara tövsiyə edirik ki, belə adamlara, yəni bu kimi ayələri gətirib insanlara şübhə salanlara qulaq asmayın. Elmi həqiqi məstərlərindən götürün. Ayələrin təfsirini Əhlüsünnənin məstərlərinə qaydın. Baxın, görün, Əhlüsünnə imamları həmin ayələrin təfsirləri barədə nə demişdir? Düzünü Allah bilir. Növbəti sualda sual verir ki, hər hansı qlobal şirkətin, məsələn, Apple və Tesla kimi şirkətlərin, hansılar ki, bildiyimizdə görə şəriətin qadağan etmədiyi sahələrlə məşğuldur, səhmlərini almaq icazəlidirmi? Hal-hazırda Azərbaycanda bəzi banklarda qlobal şirkətlərin səhmlərini almaq üçün tətbiqlər mövcuddur. Cavab odur ki, bir şirkətin səhmini almaq üçün, yəni daha doğrusu səhm almaq nə deməkdir? Bir şirkətin ortağı olmaqdır. Bir şirkətdən səhm almaq, sən o şirkətə ortaqsan deməkdir. Baxmayaraq ki, bu ortaqlıq mində bir, 100 mində bir, milyonda birini təşkil edir. Amma hər bir halda ortaqsan. Orada dövr edən, orada baş verən hər şeyə sən cavabdehsən. O şirkətdən məhsul almaq başqa şeydir. O şirkətdən səhm almaq fərqli şeydir. Səhm almaqla artıq ortaq olmuş olursan. Və səhm almaq üçün, bir şirkətdən səhm almaq üçün o şirkətin satdığı məhsulların halal olması lazımdır və halal yollarla bu qazancı etməsi lazımdır. Bəli, ola bilər ki, onların məhsullarında haramlıq olmasın. Lakin onların hamısı bank sistemi ilə işləyir. O yüzden də Əhlüsünnə alimləri deyirlər ki, o şirkətlərdən heç birindən səhm almaq olmaz. Və bu barədə bizim müasir maliyyə məsələlərində YouTube platforması üzərindən axtarış edə bilərsiniz. Müasir maliyyə məsələlərində səhmlər növləri və hökmləri barədə ayrıca bir dərsimiz var. O dərsə qulaq asıb ətraflı oradan məlumat ala bilərsiniz. Növbəti sualda soruşur ki, atam mənim adıma ev almışdı, amma evi mənə verdiyini deməmişdi. Bir müddət oranı kiraya verib pulunu mən alırdım. İndi qardaşım evi özü üçün istəyir və atam da ona verir. Mən oradan öz haqqımı tələb edə bilərəmmi? Cavab odur ki, əgər atanız həyatdadırsa, bu atanızın mülküdür. Əgər atanız onu artıq hədiyyə etməyibsə, mücərrad adınıza keçiribsə, əgər hədiyyə edibsə onu valideyn övladdan geri alması həyatda olduğu sürəcə, yəni bu başqa hədiyyələr kimi deyil. Valideyn övladdan ala bilər hər hansı bir məsləhət üçün. Yəni sizin buradan valideyninizdən tələb edə biləcəyiniz sadəcə ədalətli olmağı istəməkdir. Əgər qardaşınıza başqa mülklər veribsə, sizə heç bir şey verməyibsə bu evdən başqa, o zaman gözəl şəkildə ədəb çərçivəsində deyirsiniz ki, mənim də, yəni mənə zülm olmasın, mənimlə ədalətli davranın deyə gözəl şəkildə bunu çatdırırsınız. Amma atanın mülkündədirsə, o atayı sadəcə ada keçirməklə, hətta bir hədiyyə versə belə geri almaqla, təbii ki, onu belə etməsi ola bilsin, heç bir məsləhə yoxdur, zülm edir. Amma o onun mülkündədir. Burada sizin edə biləcəyiniz bir şey yoxdur. Çünki mülk sahibi həyatdadır. Əgər həyatda olmasaydı, o zaman bəli, qardaşın tələb etməyə heç bir haqqı qalmırdı. Çünki atanın sağlığında verdiyi hədiyyədir. Qardaşın onu geri tələb etmə haqqı yoxdur. Amma ata həyatdadırsa, ata onu geri almaq istəyirsə, sizin edə biləcəyiniz bir şey yoxdur. Yəni, yenə də ola bilsin sualda hər hansı bir nüansı dəqiq zikr etməmisiniz.
Bu belə suallar təfsilatlı şəkildə verilir ki, təfsilatlı şəkildə də cavab alınsın. Düzünü Allah bilir. Növbəti sualda soruşur ki, Qələm surəsi 42-ci ayəni izah edə bilərsinizmi? Allah Azze ve Celle Qələm surəsinin 42-ci ayəsində buyurur ki, يَوْمَ يُكْشَفَ عَنْ سَاقٍ وَيُدَعُونَ إِلَى السُّجُودِ فَلَا يَسْتَطِيعُونَ O gün baldır açılacağı zaman onlar səcdəyə dəvət olunacaqlar və onu bacarmayacaqlar. Əhl-i sünnə vəl cəmaatın bütün sifətlərdə olduğu kimi bu məsələdə də etiqadı odur ki, Allah Azze ve Celle sifətlərindən biri səq sifəti, yəni Allah Azze ve Celle'nin baldırı sifətidir. Lakin necə ki Allah Azze ve Celle'nin görməsini, eşitməsini, Allah Azze ve Celle'nin əlini əhl-i sünnə isbat edir, bu sifəti də elə isbat edir. Bidət əhli bəli, əhl-i sünnəyə tən edir, dil uzadır, baxır, Allahı insana bənzətdi deyirlər. Subhanallah. Allah Azze ve Celle özü özünə bir şeyi isbat edirsə, bizim borcumuz da bunu isbat etməkdir. Burada inkar etmədən, təhrif etmədən, yozmadan ki, yox, burada məqsəd başqa şeydir və yaxud bənzətmədən demirik ki, bu insanın baldırı kimidir və keyfiyyətini də soruşmuruq, necədir deyə soruşmuruq. Bu Allah Azze ve Celle layiq olan şəkildədir. Necə ki, deyirik, Allah Azze ve Celle hər şeyi görür. Onda niyə demirlər ki, Allah insana bənzətdi, insan da görür. Allah Azze ve Celle hər şeyi eşidir, insan da eşidir, insana bənzətdi. Deyir ki, yox, Allahın görməyi ilə, eşitməyi ilə insanın görməyi, eşitməyi bir deyil. Deməli, burada da Allah Azze ve Celle'nin sifəti, əl sifəti, həmçinin baldır sifəti, bu sifətlər insandakı kimi deyil. Niyə insan baldır deyəndə öz baldır yadına düşür? Deməli, bu insanın problemi qəlbində Allah Azze ve Celle'ni təzim etməyib. Allah Azze ve Celle'ni doğru şəkildə təzim etsəydi, ağlında, beynində birinci bu canlandırmasaydı, özünə bənzətməyi canlandırmasaydı, bu inkara düşməzdi. Ona görə Şeyxülislam İbn Teymiyyə gözəl bir şey gətirir ki, bidət əhli birinci, bu sifətlərdə birinci bənzədirlər. Güya ki, onlar bənzətməkdən qaçırlar, lakin birinci bənzədirlər, sonra inkar edirlər, sonra yenə bənzədirlər. Necə olur bu? Yəni, deyirsən ki, Allahın əli var, həmən beyinlərində öz əlləri canlanır. Dillərində tələffüz etməsələr belə, beyinlərində artıq bənzətmiş olurlar. Allahı insana bənzədirlər. Bu bənzətmənin nəticəsi olaraq da Quran və sünnədə sabit olan sifətləri inkar edirlər. Bənzətmədən sonra ikinci mərhələ inkara düşürlər. İnkara düşməklə sifətləri bir-bir inkar etmə zorunda qalırlar və bu nəticə olaraq hara aparır çıxarır? Nəticə olaraq ora çıxarır ki, Allahı bütün sifətlərini inkar edirlər və Allah'a bir cansızlara bənzədirlər və yaxud bir yoxluğa bənzədirlər. Yenə də bənzətmiş olurlar. Bənzətməkdən qaçırlar, yəni bənzətməyə düşürlər. Və Əhl-i Sünnənin bu məsələdə etiqadı sabitdir. Elhamdülillah, yetərli qədər bu məsələdə dərslər var və insan hər ayədə, hər bidət əhlinin gətirdiyi bir məsələdə şübhəyə düşməməlidir. Əqidə məsələlərini öyrənərsə, dərindən başa düşərsə, belə məsələlərdə şübhəyə düşməz. Növbəti sualda soruşur ki, Müsəlman qalası kitabında bəzi hədislər var ki, bəzi zikirlər var ki, məsələn, Şeyx Albani zəif adlandırdığı zikirlər, onları tərk etmək yaxşıdır, yoxsa onları demək mi? Məsələn, Allahümmə inni asbahtu və üşhidukə alə inni asbahtu və üşhidukə və üşhidu həmələdə arşikə və mələikətikə və cəmiyə xalikə, bu kimi zikirləri etmək. Cavab odur ki, əgər bir zikir sünnədə sabit deyilsə, o alimlər tərəfindən zəif olaraq qəbul olunubsa, o zaman o zikirin, yəni sünnədə olan zikirlərlə kifayətlənir. Zikir məsələsi çünki bir müstəqil bir ibadətdir. Zikir, yəni dəlillə sabit olması lazımdır. Zikirin dəlillə sabit olması lazımdır. O, Səyyid el-Qahtani rahiməhullah Müsəlman qalasında olan hədisləri, oradakı olan zikirləri toplayıb. Lakin o da başqa alimlər kimi ola bilsin, bəzi cüzi bir xətalara da yol verə bilər. Necə ki, bu bütün alimlərə aiddir. Albaniyə də aiddir, digər alimlərə də aiddir ki, xətaya yol verə bilərlər. Və Şeyx rahiməhullah da Müsəlman qalasında çalışıb ki, yalnız səhih hədisləri yığılsın. Lakin insan olur ki, nəzərindən qaçır, diqqət etmir və bəzən zəif rəvayətləri də zikr edə bilər. Lakin biz artıq bildikdən sonra ki, bu hədis zəifdir, o hədislərə əməl etmirik.
Növbəti sualda soruşur ki, yatmazdan öncə deyilən zikirlərdə 3 dəfə Əstəğfirullahal-azim zikri və kəlmə-i şəhadət demək varid olubmu? Bu barədə Tirmizidə hədis var. Sünən Tirmizidə keçir. Əstəğfirullahal-azim, la ilahə illə huvəl hayyul qayyum və ətubu ileyh. Bu zikir Sünən Tirmizdə keçir. Bu hədisin isnadında, yəni yatmazdan öncə bunu deməyin savabı barədə hədis keçir. Lakin bu hədisin isnadında Abbad ibn Kəsir var. Alimlər onun zəif olmasına ittifaq ediblər və bu şəkildə hədis zəifdir. Lakin Tirmizidə keçən eyni hədis, eyni ləfz, ümumiyyətlə bu zikrin ümumiyyətlə sünnədə söylənməsi varid olubdur. Yəni zəif olan, yatmazdan öncə deyilməsi olan hədisdir. Lakin bu zikir sünnədə sabit zikirlərdəndir. Bunu hədis alimləri, Şeyx Albani və digərləri bu hədisin səhih olduğunu, bu zikrin sünnədə sabit olduğunu söyləyiblər. Düzünü Allah bilir. Növbəti sualda soruşur ki, Səid Nursi bidətçidir. Səid Nursi 20-ci əsrdə Türkiyədə Kemalizmə qarşı müqavimət göstərən şəxslərdən, yəni şəxslərin ən bariz nümunələrindən sayılır. 1873-cü ildə Van gölü ətrafında olan kəndlərin birində, yəni Şərqi Anadoluda bir Kürd ailəsində dünyaya gəlib, həm dünya təhsili, həm dini təhsil alıb, 1960-cı ildə də vəfat etmişdir. Əsas onun mübarizəsi Osmanlı dağıldıqdan sonra Türkiyədə dinsizlərin baş aldığı dövrdə gəncləri dinə çağırmaq, dinə dəvət etmək olub. Yəni dindən uzaqlaşmasınlar, mənəviyyatla bağlı moizələr etmək bununla tanınıb. Lakin əqidə olaraq insanın əqidəsi Məturidi əqidəsində olub. Məturidi əqidəsində olub, Sələf-i Salihin əqidəsindən uzaq insan olub və həmçinin sünnəyə müxalif əməlləri istər şəxsi həyatında, istər ümumiyyətlə dəvət üslubunda sünniyə müxalif əməlləri də az deyil. Həmçinin o dinsizlərlə mübarizə apardığına görə və bəzən dinsizlər təbii ki ona bəzi şübhələr gətirərdi. Onun da şəri elmlərdə, usul elmlərindən, əhl-i-sünnə etiqad məsələsində elmlərdə dərin xəbərsiz olduğuna görə və bəzən bu onları ya inkar edib, ya da ağız ağlı ilə yazıb. Ona görə də məsələn nurçularda olan problemlər, əsas böyük problemlərdən biri odur ki, şəriətdə sabit olan, səhih olan hədisləri başlayırlar inkar etməyə. Məsələn, misal olaraq əhl-i-sünnənin yəni etiqadında zikr olunan qiyamətin əlamətlərindən bəzilərini onlar inkar edirlər. Məsələn, Yəcuc-Məcucun gəlişini inkar edirlər. Onlar deyir ki, bu Quran-ı Kərimdən sabitdir. Yəcuc-Məcuc deyir ki, qiyamətə yaxın virusların çıxmasıdır. Xəstəliklərin yayılmasıdır. Yəni bu kimi təhrifdir, bu dini təhrif etməkdir. Bu bir misaldır. Beləncə nə qədər misallar var. Çox məsələləri şəriətdə sabit olan, dində, əhl-i-sünnə etiqadında icma olan məsələləri ağılla təvil ediblər və inkar ediblər. Və bu da həqiqətən bir müsəlman üçün təhlükəlidir. Ona görə bu insanlar təbii ki, nə onun kitablarını oxumaq kiməsə məsləhət deyil və ya yaymaq məsləhət deyil. Və onun davamçıları da öz aralarında təbii ki, firqələrə bölünüblər və onların davamçılarının əsas qayəsi Səid Nursinin kitablarını həm tərcümə etmək, həm onları oxumaq. Gecə-gündüz illərini verirlər, 10 illərini verirlər Səid Nursinin kitablarını oxumağa. Quran, sünnə bir kənarda qalır, həyatlarını Səid Nursinin başıma bu iş gəldi, falan yerə falan getdim, falan kəslə görüşdüm, falan şey oldu, falan kəsə belə dedim. Bunu oxumaqla, onu tədəbbür etməklə keçir. Və bu da insan Allahın zikrindən, Quran və sünnəti başa düşməkdən insanı həqiqətən uzaqlaşdırır. Növbəti sualda soruşur ki, mənim yoldaşım birinci zövcəsini boşayıb, lakin hələ də həmin qadınla yazışır. Məgər o qadın ona naməhrəm sayılmırmı? Bu vəziyyət mənə çox pis təsir edir. Cavab odur ki, boşandıqdan sonra artıq boşanma baş verərsə və kişi qadından ayrılarsa və iddə müddəti bitdikdən sonra artıq o qadın ona naməhrəm sayılır. Və bir insanın da naməhrəm qadınla yazışması doğru deyil. Lakin yəni siz hər bir halda yoldaşınıza gözəl şəkildə bunu ərz edin və ya soruşun ki, niyə yazışırsan? Əgər
Elə belə, məsələn, normal bir yazışma yoxdursa ortada və onun Allahla qorxudur ki, bu əməlin haramdır. Amma ola bilər ki, ortada körpə uşaqlar ola bilsin və bu ki, uşaqların problemləri ilə bağlı hər hansı bir problemini ana uşağın atasına ərz edir, həddi aşmadan və bu hal üçün də siz ortaq bir çözüm bulun, ailəlikcə bir ortaq çözüm axtarın. Yəni, deyin ki, desə ki, məsələn, yoldaşınız desə ki, mən onunla hər hansı bir şeydə yazışmıram, yalnız uşaqların problemlərini mənə ərz edir və s. Kişilərdə bu məşhur, belə deyək, sözlərdəndir. Bu halda o zaman deyin ki, yəni bunun çözümünü siz ona ərz edin ki, o zaman mənim nömrəmi ver, mənə yazsın, mən də sənə ərz edim. Və ya sizin qardaşınızın, məsələn, bacısına yazsın, hər hansı ailədən olan bir qadına yazsın, hər hansı bir uşaqlarla bağlı məsələni onlar ərz etsinlər. Və bu şəkildə də həm ailədə olan qısqanclığa səbəb olmasın, həm də əlavə fitnə fəsada yol açmasın. Düzün Allah bilir. Növbəti sualda soruşur ki, 10 nəfər bir yerdə toplaşır, namaz qılır, bir nəfərin əmir seçilməsi şərtdirmi? İnsanların özlərinə, öz aralarından əmir seçmələri bu yalnız səfərə aiddir. Səfərə çıxarlarsa, o zaman insanlar özlərinə əmir seçirlər. Lakin hər hansı bir evdə, bir yerdə toplaşan kimi, 10 nəfər toplaşmışıq, özümüzə bir nəfəri əmir seçək, belə bir şey yoxdur. Bəli, aralarından namaz vaxtı gələrsə, Quranı ən çox biləni imam kimi irəli çıxarırlar ki, o insanlara namaz qıldırsın. Və həmçinin soruşur ki, 19 yaşımdan ibadətə başlamışam, ona qədər 5-6 il dəqiq bilmirəm, namaz və oruç tutmamışam, onları qaza kimi icra etməliyəmmi? Qəzasının bir faydası varmı? O ki, qaldı 5-6 ilin qəzalarına, namaz və oruç qəzalarına, xeyr, bunlara tövbə edin və nafilə oruçları və nafilə namazları çoxaldın. Bu iki ibadəti çoxaldın ki, qiyamət günü, çünki qiyamət günü qulun fərzlərinə baxılacaq. Orada naqislik olarsa, Allah Azə və Cəllə deyəcək ki, qulumun nafilələrini gətirin, o nafilələrlə onun yeri doldurulacaq. Düzünü Allah bilir. Növbəti sualda soruşur ki, qəbirdə namaz qılmayan adamın başı üzərində namaz duracaq və deyəcək ki, sən məni zayin etdiyin kimi Allah da səni zayin etsin. Bu hədis səhihdirmi? Xeyr. Hədis alimləri bu hədisin ittifaqla hədisin zəif olduğunu zikr ediblər. Bəli, namazın fəziləti barədə kifayət qədər hədislər var, səhih hədislər var və namazı tərk etməyin təhlükəsi barədə kifayət qədər hədislər var. Rasulullah s.ə.v buyurur, bizimlə kafirlər arasında fərq namazdır, kim onu tərk edərsə küfr etmişdir. Həmçinin Quran-ı Kərimdə Allah Azə və Cəllə təhdid edir. فَخَلَفَ مِنْ بَعْدِهِمْ خَلْفٌ أَضَاعُوا الصَّلَاةَ وَاتَّبَعُوا الشَّهَوَاتِ فَسَوْفَ يَلْقَوْنَ غَيًّا. Allah Azə və Cəllə ki, onlardan sonra bir toplum gəldi ki, namazı zayi edib, şəhvətlərə tabe oldular, onlar cəhənnəmə atılacaqlar. Quran-ı Kərimdə yetərli qədər, sünnədə yetərli qədər dəlillər vardır. Lakin bu hədis isə zəifdir. Düzünü Allah bilir. Sual verir ki, hicablı qadın gözəllik salonunda xadimə işləyərək aldığı maaş haramdırmı? Əgər o gözəllik salonu dediyiniz yerdə haram əməllər olursa, haram yerdə bir müsəlman qadın işləməsin. Əgər orada haram işlər baş verirsə, müsəlman qadın o yerdə işləməsi doğru deyil. Növbəti sualda soruşur ki, bir qız hazırda hicabdadırsa, başı açıq uşaqlıq şəkillərini kiməsə göstərməsi günahdırmı? Cavab odur ki, ümumiyyətlə şəkil çəkdirməyin hökmü barədə bilməmiz lazım ki, Rasulullah s.ə.v buyurur ki, əşəddün nəsə azəbən yevməl qiyamət əl-musavvirun. Qiyamət günü ən çox əzab olunan insanlar şəkil çəkənlər olacaq. Və şəkil çəkmək haramdır. Və insan uşaqlıq vaxtı belə bir şəkillər çəkdiribsə, onları tələf etsin, məhv etsin. Və onları başqalarına niyə üçün göstərir ki? Onları birinci ondan tələb olunan şəkilləri yox etməkdir. Hidayətə gəldikdən sonra Allah Azə və Cəllə sənə iman neymətini, İslam neymətini nəsib edibsə, bundan sonra o günahları, keçmişdə etmiş günahlara tövbə etdiyin kimi, o günahların da əsərlərini, izlərini yox etmən lazımdır. Və onu da naməhrəmlərin görməməsi lazımdır. Düzünü Allah bilir. Sual verir ki, hazırda həyatda olan yaxın biri üçün onun adından öz pulumla sədəqə verməyim doğru olarmı? Əgər elə bir sədəqə vermək istəyirsinizsə, bunu öz adınıza edin. Qiyamət günü bu sizin özünüzün bu savaba ehtiyacınız olacaq. Xüsusən də o insanın ki, həyatdadır, onun adına etmək istəyirsiniz. O insan, əlhamdülillah, əməl dəftəri açıqdır.
Ona xeyir əməllər öyrədin. O əməlləri onun özü etsin. Belə edərsinizsə 2 qat savab qazanmış olarsınız. Onu məsələn sədəqəyə yönəldirsiniz. O sədəqə verərsə onun savabından azalmır, lakin o qazandığı qədər də sizə də savab yazılır. O sədəqə verdikcə. Çünki siz sədəqəyə onu siz yönəltdiniz. Eyni zamanda siz də öz adınıza sədəqə verirsiniz və bu tərəfdən də öz əməlinizin savabını qazanırsınız. Qiyamət günü o savablara sizin özünüzün ehtiyacınız olacaq. Başqası adına verərsinizsə, savab ona yazılacaq, sizə deyil. O insan özünü düşünməlidir. Hər şey axirət məsələsində birinci özünü düşünməlidir. Özümü necə cəhənnəm ateşindən qurtaracam, Rəbbimin rizasını necə qazanacam deyə. Növbəti sualda soruşur ki, qadın birinci ərindən boşanıb, illər sonra ikinci dəfə ərə gedib və xoşbəxtdir, cənnətə düşsə hansı əri ilə olacaq? Cavab odur ki, qadın əgər cənnətə düşərsə, kimin yanında vəfat edib onunla olacaq. Əgər qadın bir neçə dəfə ərdə olubsa, sonuncu kimin yanında olubsa, əri də özü də cənnətdə olarsa, cənnətdə onunla olacaq. Sonuncu əri ilə olacaq. Növbəti sualda soruşur ki, mənim yoldaşım şagirdlərinə qarşı səbirli olsa da, ərəb dili öyrənməkdə mənə o səbri göstərmir və bu dili öyrənməyimi dəstəkləsə də köməklik göstərmir. Cavab odur ki, əgər yoldaşınız ərəb dili müəlliminizsə, yəni hər bir halda insan, tələbə, müəllimin cəfasını çəkməlidir. İstər bu insanın öz həyat yoldaşı olsun, istər başqa bir müəllimə olsun, fərq eləməz. İnsan müəllimin cəfasına səbr etməlidir. Necə ki, məşhur bir şeirdə deyirlər ki, bil ki, həkim, şeirin mənası budur ki, həkim və təbib ehsan etmədikcə, onlara yaxşılıq etmədikcə, yaxşı davranmadıqca sənə fayda verməzlər. Əgər həkimə qarşı sərt olacaqsansa, o zaman xəstəliyivə səbr et, müəllimə qarşı sərt olacaqsan, o zaman cahilliyivə səbr et. Və insan elm yolunda səbr etməsi lazımdır. Bəzən ola bilər ki, bizim hər hansı bir başqa bir, deyək ki, bir qadın başqa bir müəllimədən dərs alır. O müəllimə də ona qarşı sərt davranır, lakin onun cəfasına səbr edir. Lakin yoldaşından xoşla onu öyrətməyini istəyir. Belə deyil. Öyrənmək istəyən özü cəhd göstərməlidir, özü çalışmalıdır, özü tələb etməlidir. Orada olan hər hansı bir sərtliyə də səbr etməsi lazımdır. Növbəti sualda soruşur ki, İçində həm ərəbcə, həm Azərbaycanca tərcüməsi olan yazılmış kitabı və ya telefondan oxuduqda hər hərfinə 10 savab olurmu? Əgər məqsəd Quran ayələridirsə, məsələn, telefondan Quran-ı Kərimin oxunmasıdırsa və yaxud içərisində həm ərəbcə, həm də Azərbaycanca mənaların tərcüməsi olan Quran-ı Kərimin mənaca tərcüməsi olan bir kitabı ərəbcəsini oxumağı qəsd edirsinizsə, bəli, insan 10 savabını qazanır. Hətta insan istər əzbərdən oxusun, istər telefondan oxusun, istər hər hansı bir kitabda olan müəyyən bir hissədən Quran ayələrini oxusun. O ayələri tələffüz etdikcə hər hərfinə 10 savab qazanır. Lakin tərcüməni oxuduğuna görə, mənaca tərcümənin özünü oxuyanda xeyr, bu savab orada yoxdur. Bu savab yalnız Quran-ı Kərimin ərəbcə oxunuşuna görədir. Ərəbcə insan onu tələffüz etdikcə hər hərfinə 10 savab yazılır. Bu fərq etmir, istər mushafdan oxusun, istər onu telefondan oxusun. Düzünü Allah bilir. Növbəti sualda soruşur ki, heyzli qadın bu günlərini necə səmərəli keçirsin? Adət günlərində qadın Allah Azza və Cəlləni zikr edərək, Allah Azza və Cəllə dua edərək vaxtını səmərəli keçirə bilər. Düzdür, o namaz qala bilmir, Quran oxuya bilmir. Lakin ibadətlər təkcə namaz və Quranla məhdud deyil. Digər faydalı əməllərlə vaxtını keçirə bilər və yaxud dini kitablar oxuya bilər, hədis kitabları oxuya bilər, elmi dərslərə qulaq asa bilər, vaxtını bu şəkildə səmərəli keçirə bilər. Növbəti sualda soruşur ki, qadının burnu ümumən üzünə görə normal böyüklükdədir, amma kəmərli burun olduğu üçün güləndə burunun ucu düşür və kobud bir görüntü yaranır. Həm də burun çəpərində əyrilik var. Burun kəmərini və çəpər əyriliğini aradan qaldırmaq üçün estetik əməliyyat etdirə bilər. Bəli, yəni çəpər əyriliyidir və yaxud burun kəmərində, hansı ki o onun
əziyyət verən bir şeydirsə, onları əməliyyatla götürə bilər. Düzünü Allah bilir. Allah Azəvcəllə istəyirəm ki, bizi eşidib faydalanlardan eləsin, eşidib yaxşısına tabi olanlardan eləsin. Subhanəkallahumma bihamdik, əşhədu ən la iləhə illə ənt, əstəğfiruka və ətubu ileyk.